Salam dostlar. Bugün bir sual var. Beynimi oyla məşğul eləmişəm. İstəyirəm o sualı sizlərlə də paylaşım. Bəlkə kimlərinsə daha yaxşı fikirləri var. Təbii ki, açıq sualdır. Mənim cavabım yoxdur, yəni. Bir cavab paylaşmayacağam. Sadəcə olaraq istəyirəm ki, suallayaq, fikirləşək. Bəlkə də kimlərinsə bir fikri var. Bəlkə də yoxdur. Əslində məncə heç kim nə olacağını bilmir. Və təbii ki, mövzumuzda AI ilə bağlıdır. Mövzumuza başlamamışdan əvvəl sizə bir şey göstərmək istəyirəm. Mən Porsche'yə ilk dəfə keçəndən o şey hər yazda o söz, o cümlə mənim niyəsə ağlıma gəlir. O bizdə Quranda var da, ağacları altından çaylar axan. Bu ağacları altından çaylar axan cənnətdən biz yazıq müsəlmanlar danışırıq. Niyə o çaylar ağacların altından Avropalıların evinin yanındadır? Niyə əslində yəni müsəlman olan biz, cənnəti gözləyən biz, amma müəyyən şeyləri yaşayan bunlar? Cavabım yoxdur, yəni ona da cavabım yoxdur. Burada sizə göstərim belə. Bu mənim evimin yanıdır. Yəni bu çayı görməkdən ötürü mən şəhərdən çıxıb getmirəm. Şəhərdədir, düz burada evin düz yaxınlığında uzun belə məsafədə çay axır. Ağaclar da var yəni. Ağacları altından çaylar axan deyiriksə, var o yəni. Bilmirəm yəni. Düşünməyə dəyər yəqin ki. Nəysə, mövzumuza qayıdaq. Mövzumuz bu deyil. Mövzumuz AI ilə bağlıdır. Sualımız nədir? Bu AI gəldi, çox qəşəngdir, mənim çox xoşum gəlir. Maraqlıdır, yaxşıdır, əladır, baldır. Çox kömək eləyir həqiqətən. Hər mənada çox kömək eləyir. Düzdür, bəzən bəzi şeylərin mənası itir. Yəni belə deyək də, artıq bilikli olmağın bir mənası qalmış olmur da. Yəni bizdən daha biliklisi var. Mən yəni hərdən özümü o qədər ucuz hiss eləyirəm ki, o barədə. Düzdür, yaradıcılıq falan filan ola bilər. Yəni fərqli yanaşma zat. AI pessimist ola bilmir bəlkə də. Amma yəni hər bir halda çox biliyi var da. Yəni onun biliyinə çatmamız mümkün deyil da. Biz ona qalib gələ bilərik fiziki dünyada təbii ki, hələ ki. Elə bir paradoks da var da. Yəni bu AI ilk çıxan vaxtlarda o hansısa alim demişdi ki, hamı gözləyirdi ki, AI riyaziyyatı, şahmatı həll eləyəcək. Əgər bunu həll eləyəcəksə, hər şeyi eləyəcək ondan sonra da. Ən çətini budur. Ona fokus oldular. Amma o alim deyirdi ki, tam tərsidir. Yəni o həll eləyə biləcəyi şeylər, riyaziyyat, beyinlə bağlı olan şeylər onun üçün daha asan da ola bilər. Amma fiziki dünya, sadəcə bir uşağın eləyə biləcəyi şeylər ən gec olacaq da. Yəni robotlar zat ən gec uğura gedib çatacaqlar. Elə bir paradoksu var idi onun. Yəni görünür ki, o da ödənir yəni. Adamlar gözləyir ki, riyaziyyatı, şahmatı həll eləyək, qalanları gələcək. Amma görünən odur ki, fiziki dünyaya udzur da. Amma bu önəmli deyil də, oranı da gələcəklər. Gəlib orada da işləyəcəklər bizi yəqin ki. Bəlkə də işləməyəcəklər. Nə olacaqsa olacaq artıq. Amma maraqlıdır ki, okey, AI gəldi, bizə çox kömək eləyir. Gündəlik həyatımızda milyon yerə istifadə eləyirik, daha biliklidir və s. Gözəl. Digər tərəfdən amma məsələn gözləntilər var ki, bu şirkətlər də bunları istifadə eləyəcək və AI agentlar işçiləri əvəz eləyir yavaş-yavaş. Artıq nə biləm 3 HR lazımdır, 1 HR lazımdır, 5 proqramist lazımdır, 2 proqramist lazımdır və s. Çünki AI köməyi ilə AI agentlar ümumiyyətlə biz məsələn işdə də işlədirik də, mən test yazmıram. Yəni son neçə ayda mən bir dənə test yazmıram. Yəni production kodu yazıram. Bütün testi AI yazır. Yəni o da belə yazıb kopyalayıb yapışdırmıram. Deyirəm ki, bu yazdığım klassları cover elə, integration testi olsun, o da olsun, bu da olsun. Yəni rullar var da, onları qoymuşuq. Deyirəm, çıxıram, gedirəm, nə biləm, orada tırnik eləyirəm, gedirəm, gün orada yeməyimi yeyirəm, gəlirəm, görürəm ki, orada bir 10 dənə klass yaradıb, hərəsinin içində, nə biləm, 50 dənə satır. Hazırdır yəni, push elə getsin. Hansı ki, mən onu yazmaq üçün də növbəti bir gün
işdə vaxt götürməli idim ki, onu yazım, amma ehtiyac yoxdur da. Ya bəzi uşaqlar hətta production kodunun da bir hissəsini mən yazdırır. Mən yazdırmıram. Rahat olmuram. Elə əl işi kimi də. Mən yazdırıram, yəni yazdıranda görürəm ki, mən o rahat olmuram. Xoşuma gəlmir. Yəni istədiyim kimi yazmır sanki. Amma nəysə də mən hələ ki ancaq testləri yazdırıram. Production kodu özüm yazıram. Sualım varsa onu müzakirə edirəm ki, bu belədir, belədir. Hansı variantlar var, best practice nədir və s. informasiyaları toplayıram, sonra özüm qərar verirəm, özüm yazıram. Balaca refaktoring falan onu elətdirirəm, belə şeylər elətdirirəm. Amma nəsə, önəmli deyil. Önəmli olan odur ki, əvəz eləyir də bizi, yəni orada işləyir də, bizim əvəzimizə işləyir. Amma yəni bu şeylər dedilər ki, okey də bu efficiency deyirlər də ingiliscə, bu effektivliyi artıracaqlar şeylər, daha çox üretim olacaq və s. Bu əladır, şirkətlərin gəliri artacaq, şirkətlər çox qazanacaq, eləyəcək. Amma yəni mənim sualım əsas odur ki, okey, yaxşı şirkətlər bunu hamısı qabağa getməyə çalışır, istifadə edir, integrate edirlər və s. Hamısı effektiv olmağa çalışır, qabağa getmək istəyirlər də. Amma yəni tutaq ki, bu AI ilə effektiv kodu yazdın, düzəltdin. Ora, bura. Hər şey hazırdır, tutaq ki. Bunu kiməsə də satmaq lazımdır. Bu produktları da kimlərsə almalıdır da. Yəni alıcılar da bizik də. Yəni mən tutaq ki bir X şirkətinə işləyirəm. Orada nə bilim bir Z amount alıram. Sonra gedirəm McDonald's-da yemək yeyirəm. McDonald's-da kimlərsə işləyir, orada o mənim xərclədiyim puldan onlar evinə çörək aparır. Onlar gedir, nə bilim, təzədən orada başqa bir IT xidməti alırlar. Məsələn, Netflix alırlar. Netflixdə işləyən proqramistlər oradan pul götürürlər. Belə bir zəncirdir də. Yəni bu pullar girdi çıxdıdır da. Yəni birinin xərci biz həmişə gərək yadda saxlamaq lazımdır ki, bu nə bilim 500 zlotu xərcləyiriksə, o 500 zlotu kiməsə gedir. Yəni biz xərclədiksə, bizim çıxıntımız kiməsə gedir. Ona görə okey, bu yaxşı, efficient elədilər, 5 proqramistin əvəzinə 3 proqramist oldu. O 2 yetim proqramist necə olacaq? O 2 yetim proqramist ekonomiyə artıq belə deyək, dəyər qata bilməyəcək. Yəni əlində pul olmayan nə xərcləyəcək? Gedəcək, o da düzdür, nəsə tapacaq, tapmayacaq. İndi biri tapacaq, nə bilim, senior idi, regular işləyəcək. Bilmək olmaz nə olacaq. Amma yəni önəmli deyil də. Önəmli olan odur ki, hamı deyir ki, bir ucdan çıxardaq. Elə xırda-xırda da çıxardırlar. Tutaq ki, və yaxşı bu axırda nə olacaq da? Yəni çox maraqlıdır ki, yəni bu uzun şeydə baxanda buna zaman şeyində baxanda bunun axırı hara gedir? Yəni tamam çıxardaq, efficient olaq da və yaxşı bu çıxarılanlar pul xərcləməyəcək və bu şirkətlər gəliri hardan gözləyirlər? İkinci bir sual, ikinci bir tərəfi odur ki, yaxşı, efficient olaq deyirlər, effektivlik axtarır hamı. Hamı effektivdirsə, bəlkə heç kim effektiv deyil. Yəni hamı tutaq ki, məsələn deyək də, bilmirəm. Həm AI istifadə elədilər, bir IT şirkətidir. Məsələn deyirəm də, ayda 1000 sətr kod yazırdı və ona görə pul alırdı. Məsələn deyirəm. Efficient oldular, effektivlik artdı. Ayda 2000 sətr, 3000 sətr yazdı. Okey. İlk başda buna adaptasiya olanlar yəqin ki, daha çox gəlir götürə bilər. Amma uzun zamanda digər bütün şirkətlər də ayaqlaşacaq. Yəni digər şirkətlər də, bu rəqiblər də, onlar da artıq 2000, 3000, 4000, 5000 kod yazacaqlar. AI-ların köməyi ilə. Bu bir nöqtədə dayanması lazımdır bunun və o şirkətin gəlirini artırmaq əvəzinə şirkətin gəlirini azaltması lazım. Nəyə görə? Ona görə ki, artıq yəni verilən produkt, təqdim olunan şeyin dəyəri, belə deyək də, xərci aşağı düşür də. Yəni sən bunu AI agentlarla yazdırırsan, deyək ki, proqramistə verir ayda məsələn deyirəm 5000, AI agenta verirsən 1000. Okey də sən kostundan kəsmirsən. Biraz da indi o alan da deyir ki, okey sən bundan qiymətindən də kəs, mən alım, çünki bu ucuz başa gəlir də. Yəni hər şeyin bir dəyəri var da. Yəni marja. Yəni sən 200% marja ilə işləyənməzsən axı. Yəni sən bunu hansı dəyərə əldə eləmisənsə, üstünə qoyursan neçəsi faizi verirsən, satırsan. Yəni bunu 2 qat, 3 qat, 4 qat, 5 qat qiymətlə satanmazsan axı. Və sən AI agentlar sənə effektiv eləyirsə və sonunda
sən o pulu da götürə bilmirsən axı, yəni qiymət ucuzlaşmasına gedirlər də, yəni bir-biri ilə rəqabətdə. Nətər Çin maşınları, elektrik maşınları hay-huy bum oldu. Axırda nə oldu? O Çin maşınları gətirdi, qoydu. Hamı indi əziyyət çəkir. Heç kim Çindən rəqabət apara bilmir, yəni çünki orada ucuzdur işçi qüvvəsi. Onlar yəni eyni marjanı saxlamaqla daha ucuz sata bilir yəni. Yəni uzun müddətdə deyək ki, okey, bu şirkətlər efficient deyirlər. Hamı efficient olunca, hamı effektiv olunca bəlkə heç kim effektiv deyil. Ondan sonra bir də üçüncü məsələ var. Mən düşünürəm ki, yəni məsələn deyək ki, bu yaxşı AI-ya görə biz işimizi itirdik. Kütləvi işdən çıxarılmalar oldu. Onsuz da bala-bala çıxardırlar. Yəni baxırsan, işini dəyişmək istəyirsən, ortada heç nə yoxdur yəni. Başımız alıb elə işləyirik ki, hara kimi gedər, o da olmur da. Yəni adam bir nə bilim 6 ay, 1 il, 2 il sonraya bir balaca hesablamaq istəyir da nəysə, addım atanda. Hesablaya bilmirsən çünki bəlirsizlik var da, yəni bəlli deyil nə olacağı. Yaxşı, tutaq ki, bu kütləvi işdən çıxarılmalar oldu falan filan. Heç bir dövlət buna göz yummayacaq da, buna bir həll axtaracaqlar. Nə bilim, Elon Musk deyir, çoxsu deyir ki, okey, gəl cəmaata pul verək, getsinlər, uçsunlar, nağarlar eləsinlər, bizə dəyməsinlər, biz pulumuzu qazanaq. Onlar da getsinlər, yeməyə pulları var, getsinlər, nə bilim, meşədə gəzsinlər, quşların səsinə qulaq assınlar. Axşam da evinə bulkasını alsın, aparsın, şorla yesin, yatsın. Okey, bunu deyirlər, amma yəni bu pulu da vermək üçün də dövlət pulu yerdən yığmır da deyirlər. Dövlət pulu hardansa götürməlidir. Dövlətin də əsas gəlirlərindən biri elə təksdir də, vergilər. Bəlkə elə belə olacaq ki, yaxşı, okey, bu şirkət Microsoft dedi ki, mən 15.000 işçi çıxardıram. Dövlət bəlkə bir qayda çıxardacaq ki, kim nə qədər işçi çıxardıb, onu bir ömür saxlamalıdır. İndi digər və yaxud da deyəcək ki, tutaq ki, şirkətlər effektivliyini artırdığına görə, gəlirləri artdığına görə artan fərqi dövlətə vergi olaraq neçə faizini ödəsin falan filan. Necə ki, indi reklam edirlər ki, mən AI effektiv istifadə edirəm, nə bilim, proqramist sayımı neçə faiz azaltdım. Həmin o azaltmanı dövlət bəlkə elə vergi kimi geri alacaq. Əgər onu geri alıram desə, sər şirkətlər panikaya düşəcək ki, ya, okey, AI-dan 5 qəpik qazanaq dedik, indi burada vasfi yemləməliyik. Ona görə orada da bir açıq sual var ki, yəni dövlət bir də gördün, məsələn, mən işsizəm, mən nə vergi verəcəm? İşsiz adam vergimi verəcək. Biz işsizlik pulu ala bilərik, vergi verməyəcək ki, dövlətin büdcəsi sıxıldığına görə işsiz insanlar orada bir panika yaradır. Yəni fikirləşin də, yəni evində pul olmayan adam uşağı evdə acından öləndə gedib oğurluq eləyəcək yəni. Mənə elə gəlir ki, o belə hər şey yaşıl olanda demək asandır ki, mən eləmərəm. Amma yəni o uşaq orada acından ölürəm ata deyəndə yoxdursa əlacın, nə iş var, nə güc var, nə tapdın götürərsən də yəqin ki, nə bilim. Oğurluğundan tut, adam öldürməyinə kimi gedə bilər bu şeylər. Mənə elə gəlir. Çünki normal insan şeyi budur, yəni o vegetarian zat tutaq ki, yaxşı şeydir, gözəl. Mən özüm də hərdən ətdən irgənirəm, amma ki, digər ki, belə böyük şəkildə fikirləşəndə ki, məni aparıb tullasalar meşəyə, heç bir şeyim olmasa, ət yeyərmiyəm, acından öləndə insan hər şey yeyər, yəni. Əlindən çörək yerə düşür, yemirsən, atırsan zibil qabına. Amma acından ölsən, o çörək yerə düşəndə qumlu yeyər, heç belə təmizləməyə şey eləməz ki, birdən qırıntıqları düşər, biraz sonrası qarnıma bir şey getsin. İndi yəni, bu da belə kütləvi işsizliyi olunca insanlar saldıracaq da bir-birinə yəqin ki. Onu olmasın deyə dövlət bunun qarşısını alması lazım. Dövlətin öz büdcəsinə az pul girir, adamlar işsizlik vergi verən yoxdur. Digər tərəfdən də adamlar burada ölkəni dağıdırlar. Yəni bunlara bir həll tapmaq lazımdır. Bu həll də yəni şirkətləri sıxa bilərlər. Bilmirəm nə olacaq. Bu mən video əvvəlində dediyim kimi açıq bir sualdır. Yəni mən sadəcə sizlə paylaşıram. Bəlkə də kiminsə bir ağıllı fikri var. Maraqlı olardı. Yəni çünki mən fərqli fikirləri oxumağı, eşitməyi sevirəm. Çünki o fərqli fikirlər gəlir, yığışır. Ondan sonra özünə uyğun bir nəticə çıxarda bilirsən də. Amma yəni çox maraqlıdır bu şeylər. Bu şeyin axırı hara gedir? Belə. Sizə demək istədiyim bu qədər. Hər kəsə uğurlar. İnşallah ki, heç bir negativ nəticələr olmaz. Hər şey yaxşı olar. Amma yəni
mən o yaxşı olacaq şeyindən çıxmışam artıq. O kampdan çıxmışam, yəni o qutudan çıxmışam. O qutuda deyirəm. Axışına yaşayırıq gedir də. Hara kimi gedəcək baxaq görək. Təşəkkür edirəm, sağ olun.